Herkese salam, YouTube kanalıma xoş gəlmisiniz. Ümid edirəm ki, kamera əyri deyil. Kanalımın ilk alışveriş videosudur. Çünki köməyimiz budur. Həm geyim var, həm ev alışverişi var. Hər şey var. Dözüb açmamışam. Hətta bir ayda evdə olan bağlamam var. İlk gəlin bundan başlayaq. Bu jurnaldır. Buna həvəsləndiyim qədər geyimlərə belə həvəslənməmişdim. Məndən bunu açıb baxmaq üçün o qədər səbirsizlənirəm ki, amma boş verin. Biri bu Vogue-un sentyabr seriyasıdır. Gəldi. Biri budur. Bu isə Vogue filmdir. Oradan özümə lazım olan həmişə tapıram. Ona görə fərqi yoxdur. Nə jurnalıdır, necə bir jurnaldır. Tam mən işıq yandırmamışam, amma qabağa gələndə günəş düşür, arxaya gedəndə qaranlıq olur. Hansı daha yaxşıdır bilmirəm. Günəş də qəşəngdir əslində. Mən düşünüm qaydıram. Biraz yaxınlaşdım. Bununla davam edək. Ümid edirəm ki, düşündüyüm şeydir. Olmaya da bilər. Yəqin odur. Düşündüyüm şeydir. 120 ədədlik marker almışam. Çünki mənimkilər artıq bəziləri yazmırdı. Allah'ım lan görüntüsü. Məndə olmayan tonlar da var. Mənimki ya 36 ya 48 olmalıydı. Ona görə bəzən ton mövzusunda biraz çətinlik çəkirdim. Amma burada hal-hazırda 120 ədəd marker var. Daha öncə Instagrama video çəksəm də biraz fərqlidir də. Yəni bu YouTube'dur. Ona görə biraz bu soruşmaq ayıb olmasın. Allah'ım. Qırmadığımdan yəqin. Belə tester göndəriblər. Aha bu. Fərqli bir məhsul axtarırdım. Bu həm vegandır, alüminium, parfüm heç biri yoxdur. Ona görə bunu yoxlayayım dedim bir dəfə. Sırf bu dırnağa görə almışam. Yəni bunun şirinliyi, bunun gözəlliyi çox şirindir. Hələ ki içmək qismət olmayıb. Atlığı var. Wow, qutum dizaynı qəşəngdir. Burada bir dənə tester var. Həm üz yuman gəlmə etmişdim. La Roche istifadə edirdim. Bir də adını düzü unuttum. Koreya markası olmalıdır. O ikisi də bitdiyinə görə yeni birini axtarırdım. Bir dəfə bunu sınamaq istədim. Bir də belə peeling var. Mənim də peelingim bitdiyinə görə də bu dəfə bunlar sınayım dedim. Dərim həssas olduğuna görə hər məhsulu istifadə edə bilmirəm. Ümid edirəm bunlar mənə uyğun olar. Baxaqdan. İşıq getdi bu arada. Görəsən işığı yandırım mı yoxsa? Belə bir üstü almışam. Bu boğaz hissəsidir. Belə uzun boğazlı. Mangodan almışam. Yayda indirimdə Türkiyədən bir dənə şalvar almışdım belə triko. Onlarla birləşdirə bilərəm. A few moments later. Həm də başqa kombinlərlə də olar. Denim ətəydi uzun. Bu mənim gözümə qısa gəldi. Yəni ümid edirəm ki, qısa deyil da bu videonu çəkəndə YouTube kanalım olduğunu hələ heç kim bilmir. İlk YouTube videomu da bölüşməmişəm. Bugün 5 oktyabrdır. Bugün bölüşməyi düşünürəm. Deyirəm bu qırılmayıb. Necə paketləməkdir? Mən qırmayayım da bunu bəyənirdim ki, səhər yeməyi sevirəm. Bunu ətrafındakı yəqin hər kəs bilir. Belə bir qab uzun müddətli istəyirdim. Amma bunu görəndə, bunun kimisini hələ ki görməmişdim. Bu çox gözəldir yəni. Ona görə bunu almaq istədim. Düşündüyümdən kiçik oldu. Mənim yumurtam belə sığmaz. Baxın. Allah'ım bunun gözəlliyi. Görünən bir yerdə olmalıdır. Bu mütləqdən mütləq. Keçək bu tərəfə. Amma bunlar mənim bu payız istifadə edəcəyim əsas parçalardır. İçində də botlar. Bununla elə gözəl kombinlər etməyi düşünürəm ki, və bunlar o qədər səbirsizliklə gözləyirdim. Bir çanta almışdım. Baxın,
Bu hissəsi isə maqnitlidir. Bu Lacoste-dan aldım ayaqqabıdır. Buna bu qəşəng fikrinə ayaqqabı istiyor. Bunu tapdım deyə bunu aldım. Çox axtarandan sonra bunlara qərar verdim. Ən yaxşı seçim bu olar deyə düşündüm. Yetəndə hər kombinlə uyğunlaşar deyə düşünürəm. Və rəngi falan çox gözəldir məncə. Və ən heyecanlı olduğum sifarişim budur. Çünki bu il gözəl bir gödəkçə axtarırdım. Çox markalara falan baxdım. Birini çox istəyirdim. Amma indi deyirəm yaxşı ki onu almamışam. Çünki bunu görəndən sonra bunu sifariş etmək istəyəndə ölçü var idi. Amma mən qərar verənə qədər bitdi. Sonra hər gün girib baxırdım ki, gələr, bugün gələr, sabah gələr. Amma gəlmirdi. Sonra bir gün, ümidsiz olduğum bir gündə girdim, baxdım və qayıtmışdım. Və düşünmədən aldım. Amerikadan gəlib, amma düşünün Türkiyədən gələnlərdən daha tez gəlib yəni. Sonunda. Amma ümid edək ki, wow, çox gözəldir. İşıq hal-hazırda pisdir deyəm. Tam rəngini, gözəlliyini ötürə bilmirəm. Orada işıq pis oldu deyə tripodun yerini dəyişib, işığını qoşub elə davam edirəm. Təsvir olsun ki, rəngi falan ötürmür, amma yenə də hətta yeyinim. Yerdə oturmuşam. Rəngi falan gözəldir belə. Hazır bura oturmuşam. Bunu da geyinmişəm. Videomu sonlandırım istədim. Çünki mənim alışverişim bu qədər idi. Yəni unutmamışam. Yox, unutmamışam. Bu qədər idi. İlk alışveriş videomdur. Amma ümid edək ki son olmaz. Daha çox olsun. Belə. Deyəcəyim bir şey qalmadı. Yəni bəyəndinizsə fikirlərinizi bölüşün mənimlə. Çünki ilk videolarımdır və hələ ki həyecanlıyam. Ümid edirəm bu sonradan keçər. Hələlik bir sonraki videolarda görüşərik.